Erkəklər və valideynlər, bugün sizlər kanalımda xoş gördüm. Bugün sizlərə məktəbə hazırlaşır kitabını izah edəcəyəm. Gəlin başlayaq qaldığımız yerdən. Deməli biz buraları işləmişdik. Deməli burada qalmışdıq, səhifə 37-də qalmışdıq. Gəlin ilk tapşırığımızla başlayaq. Meyvələri birlikdə say və eyni sayda dairələri rənglə. Deməli, burada deyir ki, meyvələri say, sonra isə rənglə. Gəlin ilk çərçivəmizdəki olan şəkilə baxaq. Deməli, burada bir nar var, 2 alma var. Toplam 3 dairə rəngləyirik. 1, 2, 3. Aşağıdakına baxaq. Aşağıda isə 2 alma və 2 nar var. Deməli, biz 4 xananı da rəngləyəcəyik. Yuxarıya baxaq. Burada 1 nar, 3 alma var. Toplam 4 deyir. 4 damı rəngləyəcəyik. 2 nar, 3 alma toplam 5 eləyir. Yəni, bütün xanaları rəngləyir. Aşağıdakı tapşırığa keçək. Deyir ki, uşaqları say. Oğlanların sayı qədər dairəni göy, qızların sayı qədər dairəni isə sarı karandaşla rənglə. Sonra isə qırmızı və yaşıl köynəkli uşaqların sayı qədər dairəni uyğun karandaşlarla rənglə. Deməli, burada biz neçə dənə oğlan var, onun sayına baxaq. 1, 2, 3, 4, 5, 6. Deməli, 6 damada rəngləyəcək. 1, 2, 3, 4, 5. Burada da bir dama rəngləmişdim. Qızların sayına baxaq. Qızların sayı deməli 1, 2, 3, 4. Deməli 4 dənə də qız var. 3 dama bizi rəngləyib, bir də isə onları rəngləyiblər özləri. İndi isə qırmızı köynəkli olanları sayacaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənədir. Bir tanesini özləri rəngləyiblər. Biz isə 6 tanesini rəngləyəcək. 1, 2, 4, 5, 6. 3 dənə isə yaşıl köynəkli var. İkisini rəngləyəcək. Qalanlarını isə onlar rəngləyiblər. İndi isə keçək səhifə 38-ə. Deməli, burada deyir ki, meyvələrin sayı qədər dairəni onların rəngli uyğun karandaşla rənglə. Hər çərçivədə cəmi neçə dairə rənglədir. Deməli, burada darlar və almalar verilib. Darların rəngi qırmızı olur, almaların isə yaşıl olur. Gəlin başlayaq. Deyir, birinci çərçivədə 4 dənə nar var, 4 dənə alma, toplam 8 dairə eləyir. 8 dənəsində rəngləyəcəyik. 4, 5, 6, 8. Deməli, 8-i rənglədik. İkincisindən baxaq. İkincisində isə bir dəqiqə burada səhv elədim daşıq. Deməli, burada 4 dənə nar var. 4 dama dairə eləyəcəyik. 1, 2, 3, 4. 4 dama isə alma eləyəcək. Elə. Gəlin, indi damaları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 dama oldu. Aşağıdakı almaların sayına baxaq. 1, 2, 3, 4, 5, 6. 6 dənə də 6 dama rəngləyəcək. 3. Deməli, 1, 2, 3, 4, 5, 6 dama rənglədik. 2 dama isə qırmızı karandaşla rəngləyirik. Gəlin sayaq görək neçə dama oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 dama rənglədik. Axırıncısı səhv rənglədik. Aşağıdakı almalara baxaq. 6 dənədir. 3, 4, 5, 6. 4 dama isə onları rəngləyirik. Deməli olur 10 dama. Yəni 10 dama rəngləmiş oluruq. Almaların sayına baxaq yuxarıda. Deməli 5 dənə alma var.
5 tanesi də rəhləyəcəyik. 1, 2, 3, 4, 5. 5 tane oldu. 4 tanesi də nömrələri rəhləyəcək. Olacaq 9. Aşağıda deməli 4 tane nömrə var. 4 tane rəhləyəcəyik. Deməli 4 tane rəhlədik. 3 tane isə almaları rəhləyirik. 1, 2, 3. Aşağıda 3 tavanları. 5 tane isə almaları rəhləyirik. Olur 8. Deməli rəhlədik. İndi isə keçək aşağıdakı tapşırığa. Deyir ki, hər meyvəni ayrılıqda say. Meyvələrin sayı qədər dairəli olan rəngli olan qardaşlar rəhləcək. Necə dairə rəhlədin? Gəl ilk öncə narların sayına baxaq. 2 dənə nar var. 3 dənə alma var. Armud isə 5 dənədir. Gəl ardıcıl olaraq rəhləyək. İlk öncə istəyirsiniz narları rəhləyək dairələri. Sonra armudlar 5 dənə dedik. 1, 2, 3, 4, 5. Almalar isə 3 dənədir. 3 tavada almalara rəhləyirsiniz. İndi isə keçək aşağıdakı tapşırığa. Deyir ki, quşların sayı qədər xanaları rəhlə. Gəl quşlarımızı sayaq. Deməli neçə dənə quşdur? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə quşdur. Gəl biz də 10 dənə də rəhl. Deməli 10 dənə sayıb rəhləyirsin. Bu qayda ilə rəhləməni bitirəcəksiniz. Nəysə, indi isə keçək aşağıdakı tapşırığa. Balıqların sayı qədər xanaları rəhlə. Deməli, hər şəklə uyğun davada rəhləyəcək. Deməli, birinci şəkildə 3 balıq var. Üstə gəl 2 balıq, üstə gəlinci, deməli 4 balıq. Cəmi eləyir nə qədər? 9 ədəd. 9 ədəd xana rəhləyəcək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli oldu 9 dənə. Deməli bu qayda ilə rəhləyəcəksiniz. İndi isə aşağıdakına keçək. Deyir ki, boş hissələr say. Sonra taxta altlıqdakı pizza hissələrini bircə sayı qədər hissələri rəhlə. Hər altlıqda neçə hissə rəhlə. Deməli, birinci şəkildə 5 dənə rəhlənməmiş, göstərilməmiş pizza var. İkinci şəkildə 7 dənə göstərilməmiş, üçüncüdə isə 8 dənə göstərilməmiş var. Deyir ki, indi bizə bunların bircə sayı qədər hissələr rəhl. Deməli 5 üstə gəlsin 3, 8 eləyir. Burada isə 8 dənəsi rəhləyəcək. Deməli qayda ilə rəhləyirsiniz. Axırdan 2 dava boş qalır. Beləliklə rəhləyirsiniz. Sonra keçək ikincinə. 3 üstə gəlsin 2, 5 eləyir. 5 dənəsi də açıq qalır. Beş dənəsini rəhləyirsiniz, 5 dənəsi isə açıq qalır. Üçüncüdə keçək. Deməli burada 8 dənəsi göstərilib. Bir dəqiqə 7 dənəsi göstərilib. Ona görə də 7 dənəsi rəhləyirsiniz. Qayda ilə 5 dənəsi rəhlədiniz.
İkisini de artı bir dakika. Belə. Bu qədər də rəhlər. Belə idi bu qədər rəhlədik. İndi isə keçən uşaq tapşırıqlarımıza. Deməli. Deyək ki, şəkilləri səsə kağızdan otaq düzəlt. Deməli, siz burada əvvəllər ardıcılığı ilə yəni şəkilləri səsə kağızdan ev düzəldəcəksiniz. Plastikdən aşağıda Ə hərfi edəcəksiniz. Sonra isə burada şəkillərə əsasən plastikdən mebellər düzəldəcəksiniz. Mebeli kağızdan düzəltdiyin evdə də yerləşdirəcəksiniz. Baxın, belə edəcəksiniz. İndi isə aşağıdakı tapşırıqda deyir ki, tablaların şəkillərini xətlər üzrə tamamla və onları rənglə. Mən sizə birini nümunə olaraq göstərim. Əvvəlcə xətlərin üzərinə gedəcəksiniz. Qara daşla. Ben de biraz sırga saldım. Bir dakika bitireceğim. Böyle etdiniz. Sonra ise mavi renkler ekleyirsiniz. Bakın bu şekilde. Sərgəli şəkildə rəhləyirsiniz. Bu qədər sadə hasat tapşırıq. Qalanları isə bu qaydayla edəcəksiniz. Bugünlük dərsimiz bu qədər. Sağ olun. Yeni dərslərdə görüşənə.